Və elə mövzu ətrafında müzakirəni Elm və Təhsil Nazirliyi İnformasiya Texnologiyaları İnstitutunun baş direktoru akademik Rasim Əliquliyevlə davam edəcək. Xoş gəlmişsiniz Rasim müəllim. Təşəkkür edirəm dəvətinizə görə. Biz əslində az əvvəl mən statistik göstəriciləri tamaşaçıların diqqətinə çatdırdım və son illərdə kiber təhlükəsizlik sahəsində xüsusilə xarici mənbələrdən Azərbaycana qarşı bir sıra təhdidlər yağır və bunun fonunda isə artıq xüsusi olaraq agentliyin formalaşdırılması zəruridir və bugün Prezident İlham Əliyev bununla bağlı göstəriş verib. Mən əslində istərdim ki, agentliyin fəaliyyəti ilə bağlı biz mövzunu başlayaq, daha sonra isə digər datalarla davam edək. Yəni bu nə dərəcədə əhəmiyyətlidir və hansı işlərə baxacaq? Bilirsiniz, Cənab Prezident tərəfindən qəbul edilmiş bugünkü qərar, yəni ölkəmizdə Milli Kiber Təhlükəsizlik Agentliyinin formalaşdırılması çox mühüm bir qərardır. Mən onu xüsusilə qeyd etmək istəyirəm. Çünki ölkəmizdə kiber təhlükəsizlik sahəsində artıq dövlət siyasəti formalaşmışdır. Çünki sizin də qeyd etdiyiniz kimi 2023-cü ildə artıq xüsusi olaraq informasiya təhlükəsizliyi və kiber təhlükəsizliyi üzrə dövlət strategiyası qəbul olunmuşdur və 23-27-ci illəri əhatə etməklə. Ondan sonra son 2 ilə baxsaq biz, Cənab Prezident tərəfindən ötən ilin yanvar ayında rəqəmsal inkişaf konsepsiyası, bir neçə aydan sonra mart ayında süni intellektlə bağlı strategiyanın qəbul edilməsi, bu ilin fevral ayında Cənab Prezidentin özünün iştirakı ilə, müvafiq qurumların rəhbərlərinin iştirakı ilə artıq ölkəmizdə rəqəmsal dövlətin özünün yeni bir arxitekturasının formalaşdırması ilə bağlı ciddi həm narahatlıqlar, həm də müəyyən vəzifələr qoyulmuşdur və nəhayət fevral ayının sonunda Cənab Prezident tərəfindən ölkəmizdə rəqəmsal inkişaf şurasının yaradılması və hörmətli Azərbaycan Respublikasının birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın da həmin o şuraya sədr təyin olunması artıq dövlət siyasətinin nə dərəcədə demək ciddi olduğunu demək göstərir. Və bununla əlaqədar olaraq ölkəmizdə rəqəmsal inkişafın sürətləndirilməsinin vahid fəaliyyət planında ortada vardır. Yəni ölkəmizdə bu rəqəmsal dövlət, yəni cəmiyyətin bütün sektorlarına, istər dövlət, istər biznes, istər vətəndaş cəmiyyəti sektoru, bütün vətəndaşları əhatə edən bir, belə deyək ki, güvənli, kiber təhlükəsizlik tələblərinə cavab verən bir rəqəmsal mühitə ehtiyac vardır. Çünki burada tək vətəndaşların özünün məsəl üçün o rəqəmsal o tələbatını ödəməklə yanaşı artıq dövlətin bütün kritik sistemləri, nəqliyyatı da, elektriki də, enerjisi də və digər bütün infrastrukturlar və vətəndaşlara göstərilən xidmətlər dövlətin özünün mahiyyətinə aid olan bütün resurslar artıq rəqəmsal platformadadır. Ona görə də kiber təhlükəsizlik məsələsi çox ciddi məsələdir və bu istiqamətdə ardıcıl olaraq qeyd etdiyim dövlət strategiyası çərçivəsində artıq müəyyən qurumlar tərəfindən işlər aparılır. İstər kritik sistemlərdir, istər bununla əlaqədar ayrı-ayrı deyək ki, institusional tədbirlərin həyata keçirilməsidir, kadr hazırlığıdır, elmi araşdırmaların, prioritetlərin bu istiqamətdə müəyyənləşdirilməsidir. Ümumiyyətlə ölkəmizdə milli kiber təhlükəsizlik bir ekosisteminin formalaşdırılmasıdır. Yəni o rəqəmsal dövlətin özünün arxitektur dayaqlarından biri də o dediyimiz milli kiber təhlükəsizlik üzrə bir ekosistemin formalaşdırılmasıdır. Və bugünkü qərarda elə ona xidmət edən qərardır ki, ölkəmizdə milli kiber təhlükəsizlik ekosisteminin ayrı-ayrı zonaları var, ayrı-ayrı sahələri var ki, müxtəlif dövlət qurumları strateji və kritik əhəmiyyətə malik olan məsələlərlə bağlı öz işlərini aparırlar. Amma bu milli kiber təhlükəsizlik ekosisteminin özünün də bir arxitekturası, özünün də bir strukturası, özünün də bir necə deyirlər, dayanıqlı fəaliyyət göstərməsi, həm sizin qeyd etdiyiniz kimi xaricdən olan hücumlar, həm də daxildə insanların özlərinin demək, öz fəaliyyətini daha da güvənli şəkildə həyata keçirilməsi üçün müəyyən demək, bir belə deyək ki, milli bir mühitin yaradılmasıdır. Ona görə də Cənab Prezident tərəfindən qəbul edilmiş qərar həmin o ekosistemin özünün belə deyək ki, əhatə etmədiyi və yaxud da ki, zəif əhatə etdiyi məsələlər var ki, məhz bu demək agentlik tərəfindən həyata keçiriləcəkdir. Məsəl üçün diqqətlə oxusanız görərsiniz ki, orada uşaqların hüquqlarının qorunması var internetdə. Orada nə bilim mən ayrı-ayrı deyək ki, fərdi məlumatların ümumiyyətlə cəmiyyət bilirsiniz ki, artıq hamı rəqəmsal mühitdə olduğu üçün onların bütün həyatı, bütün fəaliyyəti, bütün davranışları, bütün vərdişləri, bütün sirləri artıq rəqəmsal platformada olduğu üçün onların nüfuzuna ziyan gəlməsi eyni zamanda müəyyən
müəyyən hallarda görürsən ki, onlara qarşı müəyyən cəmiyyətdə təzyiq üsuluyla demək onlara təsir edilməsi kimi hallarla mübarizə aparmaq üçün ona görə də fərdi məlumatlarla bağlı ciddi orada həm ki bir təhlükəsizlik, həm də ki fərdi məlumatlarla bağlı bütün ölkə səviyyəsində bunun idarə olunması, eyni zamanda onun koordinasiya olunması, çünki ayrı-ayrı qurumlarda çoxlu resurslar var ki, onların koordinasiya olunması ehtiyac var. Müəyyən standartlarla, müəyyən normativ hüquqi bazanın əsasında nəzarət mexanizmləri tətbiq olunacaqdır, monitorluqlar aparılacaqdır, auditlər keçiriləcəkdir. Xüsusilə qeyd etmək istəyirəm ki, mən agentliyin nümayəndəsi kimi çıxış etmirəm, sadəcə olaraq bir elmi bir əməkdaş kimi mən bu məsələlərə münasibətini bildirmək istəyirəm. Ona görə də bu Milli Kiber Təhlükəsizlik Agentliyinin özünün qarşısında duran məsələlərin əsas tərəflərindən biri də ondan ibarətdir ki, ölkəmizdə ayrı-ayrı qurumların özlərinin kiber təhlükəsizlik üzrə ayrı-ayrı qurumları var. Departamentləri var, ayrı-ayrı nələri var. Amma ölkə səviyyəsində onları bir yerə yığan, hansısa kiminsə sərəncamında olan kiber insidentlərə qarşı hansısa hadisələr var. Qeyd etdiyiniz bütün bu hadisələri yığmaq, onu mübadilə etmək, onu analiz etmək, onların əsasında riskləri müəyyənləşdirmək, riski idarə etmək və bütün bu təhlükələrin özləri motivasiyasını tapmaq ki, bunların hədəfi nədir, kimdir, uşaqdır, böyükdür, qadındır, hansı təşkilatdır, hansı dəyərdir, hansı növ kiber cinayətkarlıq elementləri Azərbaycanda daha çox geniş yayılır. Ona görə də burada artıq data analitika məsələsi ortaya çıxır ki, milli səviyyədə, daha yüksək səviyyədə bütün bu dataları, bütün bu ayrı-ayrı kiber təhlükəsizliklə bağlı olan insidentlərlə bağlı olan məlumatları toplamaq, analiz etmək, daim o nəzarətdə saxlamaq, ölkə səviyyəsində bu hesabatları aparmaq, qiymətləndirmək, zəif yerləri müəyyənləşdirmək, hansı qurumda, hansı təşkilatda kiber təhlükəsizliklə bağlı tərəflərə, normativlərə, standartlara cavab verir, vermir, bunları analiz etmək, kiber müayinəsini aparmaq, görək ki, bu dövlətin qəbul etdiyi kiber təhlükəsizliklə bağlı qayda qanunlara əməl edir, etmir, kadr hazırlayır, hazırlamır, kadrların səviyyəsi nə vəziyyətdədir və s. Yəni ki, burada çoxlu məsələlər var ki, ona görə də güman edirəm ki, Cənab Prezident ölkəmizdə kiber təhlükəsizliklə bağlı apardığı dövlət siyasətinin növbəti mərhələlərindən biri, növbəti addımlarından biri də Milli Kiber Təhlükəsizlik Agentliyinin formalaşdırılmasıdır və onun da nizamnaməsindən görsənir ki, əsasnaməsindən görsənir ki, onun qarşısında çox ciddi vəzifələr qoyulubdur. Həm əhalinin maarifləndirilməsi, həm nə bilim mən müəyyən seminarların keçirilməsi, dövlət təşkilatlarına müəyyən metodik dəstəyin verilməsi, yəni ölkə səviyyəsində, milli səviyyədə bütün bu kiber təhlükəsizliklə bağlı olan institusional tədbirlər, menecment məsələləri, koordinasiya məsələləri, harmonik inkişaf məsələləri, təhlil məsələləri və ölkə səviyyəsində kiber təhlükəsizliyin qiymətləndirilməsi. İndi Azərbaycanı və digər ölkələr kimi beynəlxalq səviyyədə qiymətləndirirlər. Bu və ya digər deyək ki, göstəricilərə görə. Məsəl üçün, bu yaxınlarda yəqin ki, məlumatınız var. BMT-nin inkişaf proqramı var. O inkişaf proqramının dəstəyi ilə keçirilən bir monitoring var idi. Azərbaycanın özünün yeri 145 dövlət arasında 86-cı yerdən gəlib çıxıb 31-ci yerə. Yəni 3 il ərzində Azərbaycan kiber təhlükəsizliklə bağlı müəyyən tərəflər var. Orada siyasət məsələsi var, orada tənzimləmə var, orada kadr məsələsi var, elm araşdırma məsələsi var, kiber cinayətkarlıqla mübarizə üçün institusional tədbirlərin keçirilməsinə bağlı kriteriyalar var ki, onların əsasında Azərbaycan qiymətləndirilibdir. Azərbaycan 3 il bundan qabaq 86-cı yerdə idisə, indi 31-ci yerə gəlib. 55 mövqe vəziyyətini yaxşılaşdırıbdır. Azərbaycanın qonşuları 30-cu yerdə Amerika Birləşmiş Ştatlarıdır. 31-ci yerdə Azərbaycandır. Bir neçə demək pillə aşağı Yaponiyadır, Cənubi Koreya. Yəni demək istəyirəm ki, Azərbaycanda bu dövlət siyasəti ki, bütün istiqamətlər üzrə burada demək tək informasiyanın mühafizəsindən söhbət getmir, həm də informasiya azadlığından söhbət gedir, informasiya əl yetirilindən söhbət gedir, internetin inkişafından söhbət gedir, dövlət tərəfindən vətəndaşlara onlayn xidmətlərin göstərilməsindən söhbət gedir, bununla bağlı kadrların hazırlanmasından söhbət gedir, vətəndaşlara rəqəmsal savadlığın formalaşdırılmasından söhbət gedir. Yəni kompleks olaraq Azərbaycanda bu istiqamətə aparılan demək o qiymətləndirmələrin nəticəsində BMT-nin həmin təşkilatı Azərbaycanın vəziyyətini demək elə bir təxminən 20 pillə düşür, sürətlə irəliləyir. Ona görə də Cənab Prezident bunu nəzərə alır ölkə çərçivəsində. Eyni zamanda da qlobal təhlükəsizlik sisteminin özündə müəyyən güvənlik məsələsi azalıbdır. Bilirsiniz ki, artıq dünyada təhlükəsizlik, qlobal səviyyədə təhlükəsizliyin özündə də müəyyən problemlər var. Bunun üstə mən dayanmaq istəmirəm. Ona görə o özü də artıq qlobal səviyyədə kiber təhlükəsizlik məsələlərinə demək inikas edir. Artıq son zamanlar görürsünüz ki, Cənab Prezident öz çıxışlarında rəqəmsal suverenliyə xüsusi
əhəmiyyət verir. Rəqəmsal suverenliyin yolu kiber təhlükəsizlikdən keçir. Sən rəqəmsal dövlətin suverenliyini təmin etmək istəyiriksə, biz əlbəttə biz onu istəyirik. Onu təmin etmək üçün kompleks olaraq işlər aparmaqla yanaşı, onun rəqəmsal platformasının gücləndirilməsi, informasiyanın dərinləşdirilməsi, vətəndaşlarda xüsusən bu süni intellekt məsələləri son zamanlar Azərbaycana da indi gəlməsi və ölkəmizdə bu milli data ekosisteminin formalaşdırılması. Yəni kiber təhlükəsizlik burada məqsəd deyil, vasitədir. Məqsəd o dataları qorumaqdır. İnsanlara xidmət edən, dövlətə xidmət edən o dataları qorumaqdır, formalaşdırmaqdır, saxlamaqdır. O dataların tək mühafizəsində yox, eyni zamanda onun içərisində çox dəyərli biliklər var, onları əldə etməkdir. Bəli. Əslində sualıma elə siz az əvvəl vurguladınız agentliyin baxacağı işlər çərçivəsində və orada xüsusi olaraq insanların hüquqlarının qorunması və mühafizəsi xüsusi bir getirilir. Və biz əvvəllər cinayətkarlıq deyəndə ağlımıza fiziki olaraq cinayətkarlıq gəlirdi, amma son 10 ildə isə artıq kiber cinayətlər yerinə yetirilir. Məsələn, 2020-ci ildən biz baxsaq, kiber hücum sahələri əsasən dövlət qurumları, bank və maliyyə sektoru, telekommunikasiya və təhsil müəssisələri üçün olub və burada da əsasən xidmətlərin dayandırılması üçün bu cinayətlərin əsas səbəbi ibarətdir və web saytların sıradan çıxarılması, məlumatların sızdırılması və reputasiyanın zədələnməsi ki, Azərbaycan son illərdə bu kimi faktorlarla tez-tez qarşılaşır. Bəs bu agentlik qanunvericilik səviyyəsində, qanunvericilik çərçivəsində hansısa yeni səlahiyyətləri mi deyək və ya qanunla bağlı hər hansı bir dəyişiklikləri... Güman edirəm ki, ümumiyyətlə ölkəmizdə bu rəqəmsal dövlətin formalaşdırılması, yeni arxitektur tərəflərin irəli sürülməsi, həmin o ekosisteminin formalaşdırılması, onun saxlanması, onun idarə olunması, süni intellekt texnologiyalarında geniş tətbiq olunması artıq qanunvericilikdə də müəyyən demək islahatların aparılmasını zəruri eləyir. Həm beynəlxalq təcrübə öyrənilir, eyni zamanda da Azərbaycanın mövcud qanunvericiliyində də bəzi dəyişikliklər edilməsi zəruriyyəti yaranır. Ona görə də bu demək Milli Kiber Təhlükəsizlik Agentliyi adından görsəndiyi kimi milli səviyyədə olan kiber təhlükəsizlik. Çünki kiber təhlükəsizlik səviyyələri vardır. Ayrı təşkilatda, ayrı fərdin özünün kompüteri, ayrı fərdin özünün mobil telefonun. Milli Kiber Təhlükəsizlik Agentliyi gəlib kiminsə fərdin özünün kiber təhlükəsizliklə məşğul olmaq imkanları ümumiyyətlə yoxdur. Ona görə də kiber təhlükəsizliyin özünün layları vardır. Demək ki, onun ən aşağı layı, yəni gündəlik bizim rastlaşdığımız operativ kiber təhlükəsizlik vardır. Bir də onun üzərində müəyyən bir qurum çərçivəsində kiber təhlükəsizlik siyasətinin idarə olunması bunun taktiki kiber təhlükəsizliyidir. Bir də onun strateji səviyyədə, milli səviyyədə kiber təhlükəsizliyin idarə olunması məsələsi vardır ki, ölkənin özünün, ölkə səviyyəsində, bütün dövlət sektorunda, biznes sektorda, ümumiyyətlə vətəndaşların özlərinin narahatlıqları, şikayətləri olacaq ki, təbiidir ki, olur da onların əsasında ümumiyyətlə bütün bu trendləri qiymətləndirmək, istiqamətləri qiymətləndirmək, hansı ölkələrdən daha çox, məsəl üçün bizə təhlükələr var, o təhlükələrin əsas ünvanları sizin qeyd etdiyiniz kimi hansı dövlət qurumlarıdır, hansı sosial qruplardır, hansı insanlardır, tələbələrdir, şagirdlər və s. O demək artıq belə deyək ki, ümumiləşdirilmiş hesabatlar, ümumiləşdirilmiş analitik təhlillərin aparılmasından söhbət gedir. Ona görə də burada bir xüsusi bir bənd var ki, həmin o demək ki, agentliyin qarşısında duran vəzifələrdən biri, bilirsiniz ki, bir CERT deyilən bir anlayış var. Yəni, kompüter insidentlərə qarşı mübarizə mərkəzləri var, ayrı-ayrı qurumlarda var, dövlət qurumlarında da var. Məsəl üçün, Elm və Təhsil Nazirliyinin bizim institutun nəzdində də, məsəl üçün, xüsusi bir infrastruktura məhsul olan kompüter insidentlərə qarşı, belə deyək də, insidentlərə qarşı mübarizə mərkəzi var. Onlar beynəlxalq əməkdaşlıq demək çərçivəsində fəaliyyət göstərirlər, sertifikatlaşdırırlar, müəyyən deyək ki, standartlara uyğun olaraq fəaliyyət göstərirlər. Məsələ bundan ibarətdir ki, indiyə qədər həmin o dediyimiz mərkəzlərdə olan datalar var, insidentlər var, nə bilim mən hansısa, onlar ümumiləşmir, onlar ümumi şəkildə hansısa bir ölkə səviyyəsində bir mühitə gəlmir ki, orada analiz olunsun, milli səviyyədə olan, ölkəmizə olan kiber təhlükələr həm daxildən, həm xaricdən, onların növləri, onların intellektual səviyyəsi, süni intellektin nə dərəcə istifadə olunur, süni intellektin imkanları get-gedə artır, bilirsiniz ki, insanların özləri modelləşdirir, onların səsini də, onların davranışını da, onların nə bilim, hər şeyini modelləşdirə bilir. Ona görə də çox təhlükəli
bəlli bir məqam gəlib çatıbdır süni intellektlə bağlı. Onun yaxşı tərəfləri də var. Mən indi onun belə deyək ki, əks təbliğatçısı deyiləm, təbiidir ki, süni intellektin özünün belə deyək ki, artıq cəmiyyətdən belə deyək də süni intellektlə bağlı bir kiber təhlükəsizlik mədəniyyətindən nail olmağı, malik olmağı zəruri eləyir. Ona görə də bax, cənab prezident tərəfindən bax, Milli Kiber Təhlükəsizlik Agentliyinin formalaşdırılması, özdəki belə qurumlar tək burada deyil, başqa qurumların nəzdində də var, Milli Kiber Təhlükəsizliklə bağlı qurumlar var və elm də öz işini görür. Yəni ki, elm də artıq dövlətin bu istiqamətdə demək, ehtiyacı olan istiqamətlərə müəyyən dəstək verir, konferanslar keçirir, kadrlar hazırlayırlar, doktorantlar hazırlayırlar, magistrlər, ali təhsil müəssisələrinin bu istiqamətdə biz sıx əməkdaşlıq eləyirik. Elm və Təhsil Nazirliyinin prioritetlərindən biri bax bu rəqəmsal ixtisaslardır ki, onlardan da biri kiber təhlükəsizlik ixtisaslarıdır ki, əksər ali məktəblərdə bununla bağlı kadrlar hazırlanır. Və mənim növbəti sualım olacaq. Baxın, biz artıq yaşıl energetikadan və yaşıl enerjidən danışırıq və elə 2 il bundan əvvəl Yaponiyada və Kanadada sırf kiber cinayətkarlıq səbəbilə həmin o yaşıl enerjinin əldə olunduğu günəş elektrik stansiyaları sıradan çıxarılıb. Yəni artıq biz kiber cinayətkarlıqdan danışanda sadəcə bank kartlarının məlumatlarının uğurlanması, insanların kartlarından pulların çəkilməsi, saytların çöktürülməsi, reputasiyanın aşağı salınması və s. bu kimi mövzularla yanaşı eyni zamanda artıq biz burada enerji təhlükəsizliyindən də danışırıq. Yeni yaradılacaq və Azərbaycan da sözsüz ki, Cənubi Qafqazda ən aparıcı və yaşıl keçidlə bağlı mega layihələri icra edir. Qara dənizin dibi ilə kabel xətti Avropaya qədər təmiz enerjinin ötürülməsi. Yəni bu kimi artıq agentlik bu sahədə enerji təhlükəsizliyi mövzusunu sizcə hansı çərçivədə idarə edəcək? Mən biraz geniş götürüm mövzunu, yaxşı məsələyə toxundunuz. Ümumiyyətlə, milli təhlükəsizliyin ayrı istiqamətləri var. İqtisadi təhlükəsizliyi, enerji təhlükəsizliyi, nəqliyyat təhlükəsizliyi, ekoloji təhlükəsizliyi, kiber təhlükəsizliyi və s. Bunlar cəmiyyətimizin özünün dayanıqlı inkişafını təmin edən ayrı istiqamətlərdir. İndi gəlin baxalım görək, həmin o sferlər özləri rəqəmsal platformdan kənardadırlar? Yox. Yəni onlar özləri də artıq İstər ekologiyası olsun, istər su təhlükəsizliyi olsun, istər iqtisadiyyat olsun, qida təhlükəsizliyi, bütün hamısı rəqəmsal platformadadır. Yəni kompüterlərdədir. O demək ki, artıq informasiya resurslarıdır. O demək ki, həmin informasiya resurslarına müdaxilə etməklə enerji təhlükəsizliyinə böyük ziyan vura bilərsən, nəqliyyat infrastrukturuna böyük ziyan vura bilərsən. Ona görə ki, həmin o nəqliyyat infrastrukturu 10 il, 20 il, 50 il bundan qabaqki nəqliyyat infrastrukturu deyil. Artıq o nəqliyyat infrastrukturunun özü rəqəmsal platformadadır. Artıq onun özünü idarə olunması üçün müasir texnologiya istifadə olunur. Madam ki, bütün bunlar hamısı ümumən internet platformadadır. Belə bir söz var, əşyaların interneti deyirlər ki, artıq internet tək insanlara xidmət edən, insanların informasiya tələbatını və yaxud da ki, onların hansısa bir birliklərini reallaşdıran mühit olmaqla yanaşı, eyni zamanda da artıq sizin qeyd etdiyiniz kimi bütün bu sistemlər, nəqliyyat sistemləri, dronlar, nə bilim mən sürücüsüz o süni intellektlə işləyən nəqliyyat vasitələri, enerji təhlükəsizliyi sistemləri nə qədər həyatımızı təmin edən nə qədər təhlükəsizlik komponentləri varsa, artıq rəqəmsal platformada olduğu üçün onlar hamısı kiber təhlükəsizliyin özünün artıq obyektlərinə çevrilirlər. Ona görə də kiber təhlükəsizlik bu müasir dövrün çağırışı ondan ibarətdir ki, bir tərəfdən süni intellekt, bir tərəfdən bunun rəqəmsal inkişafı, digər tərəfdən də bütün bu gedən proseslər, iqtisadiyyatın rəqəmsallaşması, həyatımızın rəqəmsallaşması, ağıllı kənd, ağıllı şəhər, ağıllı vətəndaş və s. bütün bunlar hamısı kiber təhlükəsizliyin obyektinə çevrilirlər. Ona görə də kiber təhlükəsizliyin ənənəvi olaraq 10 il, 20 il bundan qabaqki tək internetdən gələn kiber təhlükələr yox, eyni zamanda bu günləri fiziki məkanla virtual məkan çulğalaşıbdır. Yəni, harada virtual məkan qutarır, oradan da demək, o tərəfdən fiziki məkan vardır. Ona görə sizin dediyiniz kimi dünyanın istənilən nöqtəsində internet vasitəsilə istənilən hansısa bir zavoda da, texnoloji prosesə də, neftə də, qaza da, nəqliyyata da, elektrikə də nüfuz eləyib, onu sistemindən çıxartmaq olur və belə hallar da var. Və bir maraqlı, bunun öncəki bir slaydımız var, zəhmət olmasa onu göstərək, Rövşənə xahiş edəcəm. Baxın, 2022-ci ildə
qeydə alınan kiber təhdidlərin və kiber cinayətlərin sayı Azərbaycana qarşı 4200-dən artıq idi. Və 2023-cü ildə bu rəqəm 5100-dən artıq qeydə alınıb. Və DDoS hücumlarının sayında da artım var. 2022-ci ildə bu rəqəm 78% təşkil edirdisə, artıq 2023-cü ildə bu 85% təşkil edir. Yəni, Azərbaycan getdikcə böyüyür, güclənir, orta gücə çevrilir. Və bu kiber cinayətlər və kiber təhdidlər ölkəmizə qarşı geniş vüsət alır. Və əslində elə agentliyin də yaradılmasının da xüsusi 2023-2027-ci illəri əhatə edən proqram çərçivəsində reallaşır. Və sizcə, yəni Azərbaycan getdikcə daha da böyük söz sahibinə icra etdiyi layihələrlə daha da irəli gedir. Yox, təbii. Say artacaqmı təhlükələr? Yox, onu mən demək istəyirəm ki, demək Azərbaycanın inkişaf etməsi, o bayaqların motivasiya dediyim, o hansı motivasiyadan söhbət gedir ki, istənilən hücumun arxasında bir maraq vardır. O maraqlar müxtəlifdir. Onu demək istəyirəm ki, o kiber təhlükələr var, rəqəmlər var, onu analiz eləsələr, yəqin ki, eləyirlər müvafiq qurumlar, onların arxasında ya fərdi ola bilər, müəyyən qrup ola bilər, müəyyən mütəşəkkil cinayətçi qrupu ola bilər, şirkəti ola bilər, rəqabətə qarşı, məsəl üçün, kimsə kiməsə qarşı, məsələn, dezinformasiya yayır, nə bilim mən, hörmətdən salır, nüfuzun salır və s. Ona görə də o motivasiyaların özləri təhlil olunur. Onlardan biri də, mən sizin tamamilə razıyam ki, Azərbaycanın özünün, belə deyək ki, geopolitik vəziyyəti, müsbət vəziyyəti, inkişafı, söz sahibi olması, yəni bir açar ölkəyə çevrilməsi, şərqlə, deyək ki, qərb arasında, Avropa ilə Asiya arasında, bütün bu regionda istənilən, belə deyək ki, istər nəqliyyat dəhlizləridir, istər hansısa başqa, deyək ki, iqtisadi kanalların burayla bağlı olması, ona görə də Azərbaycana qarşı təbiidir ki, istisna etmirəm ki, ayrı ölkələr də ola bilər, ayrı şirkətlər də ola bilər, onların birgə hücumları da ola bilər. Ona görə də burada, belə deyək, iki məsələni mən diqqətinizə çatdırmaq istəyirəm. Birinci məsələ ondan ibarətdir ki, kiber təhlükələr o yerə hücum edir ki, orada rəqəmsallaşma yaxşıdır. Onun özü də bir dolayısı yolla, özü bir bəd məlumat olsa da, pis məlumat olsa da, amma digər tərəfdə onu mən qeyd edirəm ki, demək, orada rəqəmsal mühit var, orada data var, orada maraq var, orada xaricdə kimlərinsə marağına xidmət edən nəsə bir mühit var. Ona görə də bunun müsbət tərəfi odur. Amma onun negativ tərəfi ondan ibarətdir ki, əgər ölkənin özünün milli kiber təhlükələrə qarşı immuniteti zəif olarsa, İndi siz statistikanı verirsiniz, nə qədər gəlibdir, amma nə qədər onun qarşısı alınıbdır. Onlar məsələn hamısı gəlib reallaşmıyor, hamısı ziyan vurulmuyur. Onlar hamısı qarşısı alınıbdır, statistika göstərir. Bəli. Onlar hamısı, o dronlar uçuruyor bir ölkədən başqa ölkəyə. Mini getsə də görürsən ki, bir ikisi reallaşa bilir. Yəni demək istəyirəm ki, burada da həmin söhbətdir ki, o kiber təhlükələrə qarşı etibarlı kiber müdafiə mexanizmləri vardır. Daha yüksək səviyyədə, süni intellekt texnologiyasına əsaslanmış müəyyən proqram vasitələri var, müəyyən avadanlıqlar var. Yəni ki, o çəpərlər çəkirlər ki, onlara qarşı mexanizmlər olsun. Ona görə də onların çoxluğunu mən şəxsən bir faciə kimi qəbul etmirəm. Hücumlar var, hücumlara qarşı əks hücumlar da var, əks necə deyərlər, onun qarşısını alan mexanizmlər də var, savadlı kadrlar da var. Burada söhbət ondan gedir ki, ölkə səviyyəsində bunu pərakəndəlikdən yığmaq, vahid bir sistemə, milli marağa, dövlətin maraqlarına gətirmək, ölkənin milli təhlükəsinin əsas dayaqlarının birinə çevirmək, bütün bu prosesləri həm retrosun, həm keçmişini, həm indisi, həm gələcəyini proqnozlaşdırmaq, onunla bağlı qabaqlayıcı tədbirlər, preventiv tədbirlər deyirlər, onların həyata keçirilməsi, müəyyən belə deyək ki, o rəqəmsal mühitin özünün kiber immunitetinin gücləndirilməsi, həm texnoloji istiqamətdə, həm qeyd etdiyiniz kimi normativ hüquq bazanın gücləndirilməsi istiqamətində, eyni zamanda beynəlxalq qurumlarla əməkdaşlıq edilməsi istiqamətində. Bilirsiniz ki, bütün bu proseslər hamısı virtual məkanın bir hissəsi olduğu üçün istər-istəməz biz beynəlxalq aləmdə bütün bu istiqamətdə əməkdaşlıq demək ki, münasibətləri qurulmalıdır. İstər kiber cinayətkarlıq olsun, istər dediyiniz o həmin o cinayətkar qrupların aşkarlanması, demək hansısa bir hədəfə hücumun həyata keçirilməsi. Ona görə də belə demək istəyirəm ki, bu istiqamətdə, yəni ölkəmizin o milli kiber immunitetin gücləndirilməsi, onunla bağlı institusional tədbirlərin həyata keçirilməsi, idarə olunması, onun koordinasiya olunması, onun deyək ki, müəyyən halısa boşluqlar varsa onların aşkarlanması, əgər cəzalandırmaq lazımsa cəzalandırılması, yəni ki, qanun bunu deyir. Sözsüz ki, bəli. Və baxın, Azərbaycanda elektronlaşma sahəsində bir sıra layihələr icra olunur və mən hətta misal olaraq elektron hökumət,
Bununla yanaşı Asan Xidmət tərəfindən verilən elektron xidmətlər həm dövlət səviyyəsində, həm vətəndaşlar səviyyəsində onlar artıq elektron şəkildə öz istədikləri əməliyyatları yerinə yetirə bilirlər və bu təcrübə Azərbaycanla yanaşı, Azərbaycan artıq bu praktikanı müxtəlif ölkələrə aparır, yayır və onlara köməklik göstərir ki, onlar da öz ölkələrində bu bazanı formalaşdırsınlar. Və eyni zamanda da Azərbaycanda xüsusilə Qarabağ bölgəsində ağıllı şəhərlər artıq salınır və bu da sözsüz ki, həmin o kiber təhlükələrin mövcud olduğunu aktuallaşdırır. Bəli. Yəni yeni qurulan Milli Kiber Təhlükəsizlik Agentliyi dövlət sektorunda, xüsusilə yəni elektron hökumət və vətəndaşların təhlükəsizliyini və belə deyək, konfidensiallığını qorunması istiqamətində hansı işlər aparacaq? Güman edirəm ki, ümumiyyətlə aparılır. Belə deyək ki, o vahid şəkildə. Yox, sıfır vəziyyətində deyil. Yəni ölkəmizdə artıq bununla bağlı neçə 10 illərdir ölkəmizdə fərdi məlumatlar haqqında qanun var, onu həyata keçirən qurumlar var, ayrı dövlət qurumları var. Yəni bu fərdi məlumatlarla bağlı bilirsiniz ki, insan hər yerdə işləyir, hər yerdə xidmət alır, nəqliyyatdan istifadə edir. Yəni insan öz fəaliyyəti ilə həmişə fərdi məlumatları bu və ya digər qurumda, bu və ya digər sistemdə məcburan qoymalıdır. Çünki onun başqa yolu yoxdur. Ona görə də fərdi məlumatlarla bağlı və əlbəttə ki, dövlət qurumları müəyyən işlər aparırlar. İndiki yanaşma ondan ibarətdir ki, artıq mərkəzləşdirilmiş qaydada, yəni milli səviyyədə, ölkə səviyyəsində fərdi məlumatlara münasibət dəyişəcəkdir. Yəni qanun var, müəyyən qurumlar var, amma onların hamısını onsuz da MyGov deyilən bütün resurslar hamısı yığışır müəyyən bir çətiri altında, müəyyən bir deyək ki, mühitə. Ona görə də bütün bunlar hamısı fərdi məlumatların qorunması məsələsi vətəndaşlar üçün çox mühüm məsələdir. İstənilən cəmiyyətdə belədir. Ölkəmizdə də vətəndaşların fərdi məlumatlarının ümumiyyətlə keçmişdən qalanında qorunması, hal-hazırda insan fəaliyyətinə meydana çıxan fərdi məlumatların qorunması, onların necə deyərlər, etibarlı saxlanması, onların istifadəsinin müəyyən normativ qaydalarla, aktlarla idarə olunması və s. Ona görə də bax bu Milli Kiber Təhlükəsizlik Agentliyinin qarşısına qoyulan əsas məsələlərdən biri də bu rəqəmsal dövlət platformasının əsas dayaqlarından biri də elə fərdi məlumatların qorunmasıdır. İnsan hüquqları məsələsidir bu. Ona görə də rəqəmsal mühitin özündə fərdi məlumatların qorunması, idarə olunması, etibarlı saxlanması və s. və s. Yəni o istiqamətdə demək müəyyən işlər aparılacaqdır. Sizin qeyd etdiyiniz kimi Qarabağdır, bizim başqa bölgələrdəki ağıllı şəhərlər və s. haqlısınız ki, orada demək fərdi məlumatlar daha çox belə deyək ki, saxlanıla bilir, emal oluna bilir, ondan faydalı biliklər əldə oluna bilir. Ona görə də güman edirəm ki, bütün bu ölkəmizdə aparılan məsələ hamısı harmonik şəkildə, tək Qarabağda yox, tək Bakıda yox, bütün ölkənin ki, o ərazisinin bütün demək hissələrində bütün bu rəqəmsal inkişaf, demək ki, rəqəmsal fərq bir anlayışı var ki, onların belə deyək ki, balanslaşdırılması, onun harmonik inkişafı, harda zəif oranın gücləndirilməsi və s. Ona görə də demək Qarabağda, Şərqi Zəngəzurda, başqa bölgələr də, Bakımızda, Sumqayıt və s. hamısı demək o istiqamətdə demək həmin agentliyin nəzarəti altında olacaqdır və onların belə deyək ki, onlarla müəyyən işlərin aparılması, vətəndaşların işlərinin aparılması, onlara zəruri biliklərin verilməsi, elə o sualı vermək müəyyən institusional tədbirin həyata keçirilməsi. Yəni bu belə deyək də, bu elə bir prosesdir ki, çox belə deyək ki, aspektləri vardır. Ona görə də bu rəqəmsal dövlət deyirik. Rəqəmsal dövlətin özü bütün cəmiyyəti əhatə edir, bütün insanları əhatə edir, körpəni əhatə edir, inklüzivliyi əhatə edir, şikəst insanı əhatə edir və s. və s. Yəni cəmiyyətin bütün üzvləri həmin o rəqəmsal cəmiyyətin üzvlərinə çevrilməlidir. Onun da yolu dediyim kimi mədəniyyətdən keçir, etikadan keçir, hüquqdan keçir və s. və s. Baxın, elə biz əslində ümumilikdə Milli Kiber Təhlükəsizlik Agentliyinin öhdəlikləri və yerinə yetirəcəyi işlərlə bağlı danışırıq. Amma burada bir digər əsas məqam da kiber savadlılıqdır ki, cəmiyyət arasında da bu çox önəmli bir mövzudur. Məsələn, artıq siz az əvvəl də qeyd elədiniz ki, süni intellekt texnologiyaları vasitəsilə səslər dəyişdirilir, artıq müxtəlif insanlara zənglər gedir, öz yaxınlarının səsi ilə orada bir sıra bank hesablarından pullar çıxarılır və s. Yəni, Milli Kiber Təhlükəsizlik Agentliyi kimi yox artıq. Yəni, bir cəmiyyətdə kiber savadlılığı necə təbliğ edəcək və bu istiqamətdə siz hansı işləri görürsünüz? Mən sizə belə deyim, keçmişə qayıtsaq, istənilən sənaye inqilabı özü artıq insanlardan yeni bilik, yeni davranış, yeni mədəniyyət tələb eləyir.
Geriyə qayıtsaqla birinci sənaye inqilabı özünün tələbləri var idi, özünün riskləri var idi, özünün təhlükələri var idi. Xatırlayırsınızsa, indi yadınıza gəlməz, indi bizlər cavanıq nisbətən, keçmişdə elektrik meydana çıxanda gedib barmağına ora vurur, görüm o məni vurar, vurmaz. Yadınıza gəlir, belə bədbəxt hadisələr də baş verirdi. Yəni, o zəruri biliyə malik olmur ki, o elektrik şəxsə baxmır, insana baxmır, insanı öldürə bilər. Yəni, hər bir, belə deyək ki, cəmiyyətin inkişafının ayrı-ayrı mərhələlərində meydana çıxan bu sənaye inqilabları özləri yeni texnoloji yeniliklər gətirir, yeni elmi biliklər gətirir, yeni, necə deyərlər, imkanlar gətirir, amma yeni təhlükələr də gətirir axı. Ona görə də bu günləri, məsəl üçün, bu süni intellektin gəlməsi, rəqəmsal inkişaf, cəmiyyətdən yeni kompleks, belə deyək ki, belə ki, kompleks bilik, yəni kompleks sözünü mən xüsusilə vurğulamaq istəyirəm ki, tək kompüterdə işləməkdən söhbət getmir. Yəni, bu mühitin özünün rəqəmsal hüququnu bilməlisən, hüququn özünün imkanlarını bilməlisən, məsuliyyəti bilməlisən, nəyi edərsən, qanun qarşısında məsuliyyət daşıyarsan, bunu bilməlisən, bunun etik normaları var, bunun mədəni normaları var, bunun nə bilim müxtəlif demək, kompleks olaraq sizin dediyiniz o rəqəmsal savad məsələsi, o vaxtı ilə likvez deyirdilər, vaxtı ilə ki, yəni yazmağı bilmir, oxumağı bilmir o dövrdə. İndi isə bu dəqiqə elə bir əsrdir ki, sən gərək bu cəmiyyətin üzvü olmasan, elə adi dövlət tərəfindən vətəndaşlara təqdim olunan onlayn xidmətlər var, qazanığı, suyunu, o birisini təqaüdünü və s. Sən bunu etməsən, o kartla işləməsən, o bankomatla işləməsən, o parolu elementar şəkildə qorumasan, əlbəttə ki, sən necə deyərlər, bədniyyətli insanların hədəfinə çevrilərsən, pulu da itirəsən və s. Ona görə də hal-hazır ki, indi biz danışırıq ağıllı şəhər. Ağıllı şəhər fərz eləyək ki, gətirdi müəyyən investisiya qoydular, şəhər ağıllı, hər şey ağıllı ambiyyən. Bəs oradakı sakinlərin özləri o səviyyədəki biliyə, mədəniyyətə malik olmasalar, onda orada necə onlar yaşayacaqlar, necə evdəki o bütün qurğuları idarə edəcəklər. Ona görə də bu günlər valideynlərdən vaxtı ilə məsəl üçün qədimdə at sürməyi öyrədərdilər ki, cəmiyyət onu tələb edirdi. Ondan sonra hansısa bir mexaniki bir vasitəni öyrətməyi tələb edirdilər ki, gedib əmək bazarında özünə iş tapsın. Bu günləri həmin o mədəniyyətin formalaşması tək dövlət qurumlarından yox, eyni zamanda cəmiyyətin hər bir üzvü, xüsusən də valideynlər öz uşaqlarına bu rəqəmsal mədəniyyəti formalaşdırmalıdırlar. Onların özlərinin internetin asıllıq məsələləri, həmin o agentliyin sənədlərin birində də uşaqların qorunması məsələsi aktuallaşdırılıbdır ki, onları necə qorumaq lazımdır? Onlar bizim gələcəyimizdir, onlar bizim, necə deyərlər, dövlətimizin əsas insan resurslarıdır. Ona görə də onlarda o, demək, pis vərdişlərdən uzaqlaşdırmaq, internetdən asıllıq məsələlərini uzaqlaşdırmaq, hansısa kiber cinayətkarının hədəfinə çevrilməmək üçün müəyyən biliklərə malik olmaq, o həmin o qadağalara qarşı eyni zamanda onlarda elə bir əyləncə formaları fikirləşmək lazımdır ki, uşaq getsin, dronu proqramlaşdırsın, uşaq getsin, hansısa bir robotu, Lego kimi yığsın, proqramlaşdırsın, hansısa bir tapşırığı versin, hara saparsın. Yəni, tək qadağa ilə yox, tək o şillə ilə yox, eyni zamanda uşağın özünə həmin o motivasiyanı yarada biləcək xüsusi rəqəmsal texnologiyalar qarşısına qoyulmalıdır. Müəyyən, belə deyək ki, kompüter oyunları onun inkişafına, onun intellektual potensialının inkişafına xidmət edə bilən müəyyən proqramlar işlənilməlidir. Yəni, milli səviyyədə uşaqların inkişafı üçün kompüter oyunları, burada yəqin biznes qurumlarının çoxlu, belə deyək ki, töhfəsi ola bilər. Aydındır, çox təşəkkür edirəm sizə və bir daha xatırladıram ki, bugün artıq Azərbaycanda Milli Kiber Təhlükəsizlik Agentliyinin yaradılması ilə bağlı Prezident İlham Əliyev fərman imzalayıb və bu mövzu ətrafında müzakirəmizi Elm və Təhsil Nazirliyi İnformasiya Texnologiyaları İnstitutunun baş direktoru akademik Rasim Əliquliyevlə müzakirə etdik. Gəldiyiniz üçün təşəkkür edirəm və sabah saat 20:00-da görüşmək ümidi ilə mən sizinlə bugünlük sağollaşıram. Sağ olun.